Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sarayda gecə ilə möhtəşəm bir dənə lüks evin çəkişinə gəlmişəm. 4 sotda 4 otaq, 120 kvadrat. Dəyərli izləyicilər, elə bir ev çəkib göstərirəm ki sizə. Yəni evimizdə 20 usta gəlsə bir daha problem tapa bilməz. Özü üçün tikilmə evdir, əlim yanında da satılır. Gecə gəlmişəm, saat neçədir? 11 var. Rahat. Dəyərli izləyicilər, baxın, saatı da göstərirəm sizə. 22:59, 11:00-da gəlmişəm çəkişə. Xülasə, bir dənə evi dur oradan zalı bir dənə çək. Dəyərli izləyicilər, bu evimiz elə bir evdir ki, bu günlərin əşyalı satılır. Necə? Gördüyünüz divandır, stol, stul, elektronika gedir, bir də xalçalar. Yox, qalan evin içində nə var qalır? Keç bir dənə zəhmət olmasa koridoruna başla, dəyərli qardaşım. Keç bir dənə ora. Baxın, dəyərli izləyicilər. Evimizdə koridorun eni təmiz 2 metrə. Aboyların biri 50 manatdan. Qapıların biri 500 manat qapının qiyməti var. Bildiyin kraskadır. Yəni bildiyin soyulan, o 200 manatlı qapılardan deyil. Ev həqiqətən qiymətinə özəl, qiyməti də elə bir qiymətdir ki. Bax, fundamenti 60-ın 60-a, 18'li yarımaturla 2 mərtəbə nəzərdə tutulub. Ayaq altı monolit beton istipol. Ana göstərərəm sizə, baxın. Evin içində paltaryan xaldenlik gedir. Dəyərli izləyəcək. Hər bir şey qalır evin içində. Bax, görürsünüz, burada da köhnə bir dənə əşya yoxdur. Bax, zaman getdi, dəyərli izləyəcəklər. Gəl bura. Evimizin kombisi, stabilizatoru, Wi-Fi, mərkəzi kanalizasiya sistemi, hər şey lüks səviyyədə. Yenə də deyirəm, bu ev elə bir səviyyədə tikilib ki, gözünüzlə gördüyünüz nə varsa, hər bir evin içində qalır. Bu ev əldən çıxmaz. 83.000 manata endirim də var. Gəlirsiniz real. Real gələn müştəri axtaran, desin ki, mən bu evi alıram. 4 sotda 4 otaq. Qaranlıqdır, çölü çəkənmirəm. Amma az da olsa göstərəcəm. Evimizə bir daha baxın. Lüks. İdealdir. Bu evdə yəni adam istəmir desin 50 qəpik də xərci yoxdur. Siz bir dənə sanitar qovşağımıza baxın. Ayaq altı stipol bütün aksesuarlar yerində. Belə evlər Saray qəsəbəsində çox nadir hallarda rastlanır. Gəl çək İspaniyyata otağını. Dəyərli izləyicilər, evimizin elə bir geniş həyəti var ki, belə lorderlə də olsa deyəcəm, evin həyətinə təyyarə salmaq olar. Bax, elə bir dənə geniş həyəti var. Gəlin bir də evimizin həyətindən belə gecə də olsa tanış olaq. Baxın, dəyərli izləyicilər, evin bir dənə həyətinə baxın. Bax, bu bisetkanın materialları da var da, lazım olan yerə qədər. Bir də evimizin çöldən şkaturu qalıb, onu da alan özü vuracaq. Fikri ciddi olan müştərilər, bax, gəl bura qardaş. Bax, bir dənə bura bax. Bax, evin yan dövrəsinə 4 bir yandan keçib gedib gəlmək olur. Fikri ciddi olanlar Saray postunda təhsil mərkəzinin 500 metrəliyində. Gəl, inşallah. Öndür.